Hər kəsə salam, mən Murad İslamzadə. Bugünkü tapşırığımız yenə əvvəlki tapşırıqdan fərqli olaraq diska paket trezorda yox, bu dəfə müxtəlif alətlərdən olan Zig, Wireshark, mmap və OpenWASA-dan istifadə edəcəyik. Bunları bəzilərini çoxsunu demək olar ki, TryHackMe-dən işləyəcəyik. TryHackMe bildiyimiz kimi kiber təhlükəsizliklə məşğul olan üçün istifadə olunan ən yaxşı saytlardan biridir və mən də hal-hazırda çox istifadə etdiyim bir saytdır. Onun üçün TryHackMe-də Zig adlı premium otaq var. Əgər premium user istifadə edirsə, mütləq işləməyinizi ön tövsiyə görürəm. Wireshark-la bağlı otaq məsələn ilk olaraq Wireshark-la ZBX otağını işləməyinizi ön tövsiyə görürəm. Bir mmap-in 4 dənə modul var, amma bunlar premium userlər üçün olsa belə, əgər premium usersə bunları işləməyinizi tövsiyə görərəm və 4 dənə modul 1, 2, 3, 4-cü modulları mütləq işləyin. 4-cü otağımız isə OpenWASA-la bağlı olacaq. İlk olaraq mən Zig-lə başlamaq istəyirəm. Biz Zig-in otağını mən tamamilə işləməyəcəm, sadəcə nə olduğunu göstərmək istəyirəm. Bizim virtual maşınımız var Zig-lə bağlı və bizdə bu Zig-i yerinə yetirmək üçün terminaldan istifadə edəcəyik. Zig-in əsas söhbətlərini anlamaq üçün olaraq Zig dediyinə görə açıq mənbə və kommersiya şəbəkədə monitorinq vasitəsidir, trafik analizatordur və bizə burada məsələn ilk olaraq hazır bir exercise faylının içərisində bir log faylının olduğunu göstərir. Biz bu log faylının içərisinə daxil ola bilərik indi hal-hazırda qovluğun clearlogs SH ilə bağlı bir fayl olduğunu göstərir. Ondan sonra məsələn şəbəkə təhlükəsizliyi monitorinqlə Zig-lə bağlı nəzəri hissələri burada qeyd eləmişdir. Məsələn, əmrlə bağlı olaraq burada terminal hissəsində geri qayıdaq. Məsələn, ilk olaraq Zig ctl adlı bir əmr olaraq göstərir. Biz bu əmrimizdə yoxlayaq terminalımızda, enter vuraq və nəticəni gözləyək və Zig kontrolun içərisinə daxil olur. Məsələn, biz bunun statusuna baxmaq üçün status əmrindən istifadə edirik. Name olaraq Zig, type standalone, host isə localhost öz olduğunu göstərir və statusu hal-hazırda dayandırmış vəziyyətdə göstərir. Biz start yazaraq biz hal-hazırda statusunu aktiv vəziyyətə gətirmiş ola bilərik. Ondan sonra və stopla biz həmin prosesi yenidən dayandıra bilərik. Buradakı məlumatları götürərək biz müəyyən Zig-dəki lazım olan tapşırıqları yerinə yetirə bilərik. Məsələn, bizdə hal-hazırda bu faylın olmadığını göstərir, amma siz burada TryHackMe otaqlarında digərinə işləməsən, məsələn, Zig-lərin loqlarını göstərə bilir. Məsələn, Zig logs budur. Ondan sonra məsələn, ls-lə hansı faylların olduğunu baxa bilərik. Məsələn, biz burada x deyə çıxaq. ls-lə bu faylın burada olmadığını qeyd eləyir. Ümumi olaraq bizim tapşırığımız bundan ibarətdir. Məsələn, conlog loqun içərisindəki bu conlog faylının içərisindəki məlumatları əldə edə bilərik. Burada müxtəlif tapşırıqlar var. Yerinə yetirməyi mütləq yerinə yetirməli. Mən məsələn hal-hazırda videonu yerinə yetirməli hamısı olsun. 4 dənə ayrı-ayrı otaqlar var və bunların hamısını yerinə yetirməyim təxminən 4-5 saat ərzində çəkəcək. Amma siz sərbəst olaraq bu otaqları yerinə yetirməyinizi mütləq və mütləq yerinə yetirməyinizi istəyirəm. Və Zig alətini isə öyrətməyinizi tamamilə baş salacaq. İkinci tapşırığımız isə bizim Wireshark-la bağlıdır. Wireshark-la bağlı isə Wireshark artıq öz komputerimizdə hazır yüklənməlidir. Biz Wireshark-ı öz komputerimizdə yükləyə bilərik. Amma mən hazır virtual maşınımda olduğu üçün məsələn biz bura giririk. O Wireshark-ı açandan sonra open hissəsindən məsələn bir də exercise principle faylını açmaq istəyirəm. Baxın, burada çoxlu 58620 dənə paketin tutduğunu göstərir və məsələn tutalım ki 13-cü paketə baxaq. 13-cü paketin məsələn source IP-sini göstərir, destination IP-sini göstərir, protokol DNS və burada TCP, HTTP protokollar var. Ölçüsü göstərir, informasiyanın ölçüsü göstərilir. Bu Wireshark otağında isə necə istifadə olunduğunu göstərir. Mən bu otağın zamanı ki işləmişəm. Məsələn, burada hər şəkildə necə istifadə və ona aid bütün suallar vardır. Məsələn, burada bəzi paketlərin düzgün işləmədiyi zaman onları rənglərinə görə ayırmaq üçün bax burada belə bir web hissəsindən Colonize olduğunu göstərir. Məsələn, biz baxa bilərik. Coronax bad TCP olduğunu göstərəndə məsələn OK vursaq, burada bəzi paketlərə baxın. 37-ci paketin vəziyyəti hal-hazırda pis vəziyyətdə göstərir. Yəni düzgün işləmədiyini göstərir. Burada məsələn SN-ACK prosesi və SN-ACK biz bilirik ki, üç tərəfli əl sıxışma prosesinə gəlir. Məsələn, klient və server arasında prosesin işlədiyini göstərir. Məsələn, SN-ACK
axtarırsam mən bunu şəkil olaraq sizə daha göstərəcəm. Aha, baxın. CYN-də məsələn bu bir klientdir, yəni bir müştəri. Bu da serverdir. Klientdən serverə doğru göndərilən sorğu, yəni request kimi göstərək. CYN adlı bir başlıq kimi gedir. Onu serverdən klientin göndəriş hissəsi ikinci tərəf proses adlanır. İkinci addım və CYN ACK prosesi adlanır. ACK isə son bitdiyi serverdə yenidən onu göstərir və bu CYN saldırısı, yəni CYN hücum olduğunu göstərmək istəyir. Digər şəkillərdə baxaq. Məsələn, host P ilə host Q ilə arasındakı əlaqəni üç tərəfli əl sıxma prosesi. Baxın, üç-way handshake deyilir. Və burada göstərir, məsələn, S-nin 1000 getdiyi halda ATK ilə göndərəndə ikinci tərəfə geri qaytaranda 1001 formasına qaytarıldığını göstərir və ATK-dan 2001 getdiyini göndərir. Qısaca ön göstərmək istədim. Məsələn, digər tapşırıqlarda paketin içərisində hashlərin tapılmasını istəyir. İçərisində müəyyən tapşırıqlar var. Məsələn, fləqlərin tapılmasını istəyir, TTL dəyərlərini istəyir. Məsələn, bir paketin içərisini seçək və burada onun baytlarla, yəni say sisteminə uyğun 16-lıq say sistemindən gördüyünüz kimi kodlarla göstərilir. Biz bunun burada məsələn transmission control protokol məlumatlarını aça bilərik, source mənbəsinə baxa bilərik. Sonra hyper yəni HTTP protokolunu, hypertext markupun məlumatlarına baxa bilərik, fləqlərini göstərir. Frame, yəni 14-cü paket olur və ölçüsü 1434 baytdan ibarət olduğunu və destination və source IP-lərini göstərir. Wireshark ümumiyyətlə trafikləri analizi aparıb tapmaq üçün istifadə olunur. Ondan sonra paket nömrələri bildiyimiz ki, hamısı məsələn burada 58620 dənə paket olduğunu göstərir. Məsələn, axıra qədər gedib bax. Sonuncu paketimiz 58620 paketdir. Məsələn, biz burada müəyyən axtarışlar edə bilərik. Məsələn, DNS yazıb baxa bilərik. Sadəcə DNS-nə lazım olan protokollar ola bilər. Ya HTTP olanı baxa bilərik. Yəni sizin nə nəticələriniz varsa, biz ora current filter hissəsində nələr lazımdırsa onları qeyd edə bilərik. Wireshark Basics otağınızı işləməyinizi mütləq tapşırıram sizə. Məsələn, filtr kimi, tətbiq kimi xüsusiyyətləri var burada. GIF-dən baxsaq, məsələn, Apple'si filtr hissəsində selected hissəsi. Baxın, burada filtr IPsec-ini göstərir və IP source hissəsini filtr hissəsinə gəlib düşdüyünü görürük. Sonrakı tapşırığımız isə mmap, yəni mmap aləti ilə bağlıdır. Mmap aləti isə arxa fonda işləyən prosesləri göstərmək istəyir. Mmap dediyimiz kimi 4 dənə modul var. 4 dənə modulunuzu işləməyini göstərir. Sadəcə buradakı maşını işə salmamın məqsədi bu maşına ehtiyac yoxdur. Öz Linux-umuzda da elə bilərik. Məsələn, öz Linux-uma daxil olub göstərmək istəyirəm mmapin işləmə prosesini. Mmap pentestlə məşğul olmaq üçün çox önəmli bir alətlərdən biridir. Bir mmap və bir də Wireshark paralel işlətməyi çoxdur. Çünki şəbəkə trafiklərini analizi aparmaq üçün mütləq və mütləq istifadə etmək lazımdır. Məsələn, terminalımızı açaq. Mən hər hansı bir saytın IP adresini götürəcəm. Öz IP adresimə baxmaq istəsəm, öz inetimin 10.02.15 olduğunu göstərir. Mən hazır bir IP adresinə baxsam, məsələn, Hackwiser'ın saytının bir dənə öz IP adresini girib götürmək istəyirəm. Məsələn, hackwiser.com. Mən ipconfig pinglə atıb yoxlayacağım bu IP adresini. Məsələn, hackwiser.com-un IP adresini buradan baxacağam. Ping vasitəsilə IPv4 adresini götürdüm mən buradan. Öz Linux-uma daxil olaraq clear əmri ilə təmizləyək. Mmap alətindən məsələn IPv4 adresini bura yazım. Nəticəni gözləyək zəhmət olmasa. Aha. Nəticədən gördüyümüz kimi portlar 80, 443, 8080 və 8443 TCP portları gəldi. State vəziyyətləri hamısı open-dur, yəni filtrlənmiş formada deyil və servisdən HTTP olduğunu görürük. Biz məsələn buradan mmap-lə biz müxtəlif funksiyalar var ki, məsələn bütün portların hamısına baxmaq istəyiriksə, P əmrindən istifadə etməyimiz lazımdır. IP adresini götürməyim. Pingi buradan götürək. P ilə indi bütün portlarının hamısına baxmaq istəyirəm. Məsələn, hackwiser.com-dakı saytların müəyyən bir zaman alacaq, gözləyək. Müəyyən komandalar var ki, onların hamısı bizim istifadə etmemiz üçün lazım olacaq. Nəticəni gözləyək hələ ki. Bu müəyyən zaman ala bilər.
Nəticə uzun olduğu üçün gözləməcəm. Məsələn, SV əmri ilə biz versiyalara baxa bilərik ya da O yazıb biz məsələn burada hansı əməliyyat sistemlərinin istifadə edildiyinə baxa bilərik. Məsələn, əmrin nəticəsini gözləmək istəyirəm, sadəcə uzun çəkəcək deyə məcbur göstərməyəcəm. Məsələn, müəyyən protokollar göstərəcək. Onlar üzərindən məlumatlarını götürə bilərik. Mmap alətinin ümumi məhzi bu deməkdir. Məsələn, Trike saytımızdakı mmap modumuza qayıdaq. Məsələn, burada hansı bir otağın məsələn neçənci modul? Birinci modulunuza baxın. Suda MPSN göstərir. SN burada sürətli vəziyyətdə işlədiyini göstərmək üçündür. Məsələn, burada CNACK prosesində S0 prosesləri var. Onları göstərmək istəyir. SND, PMD bunların hamısını mütləq və mütləq öyrənmək lazımdır. Sonuncu hissədə öz qeyd etmişəm. ARP skan üçün məsələn istifadə olunmaq üçün Pier SN-dən istifadə olunur. SN sadəcə onun açıq vəziyyəti göstərmək üçün, SMP üçün echo, yəni baş hərflərini yadda saxlamamız yetərlidir. PP SMP üçün istifadə olunur. Timestamp üçün. Ondan sonra sadəcə emaildə məsələn bu portlar üçün istifadə etmək istəyirsə, onların nömrələrini 22, 80, 443 kimi qeyd etməyimiz yetərli səviyyədə olacaq. Bir də ki, digər sonuncu tapşırıqlarımızdan biri də ki, alətlərimizdə OpenVAS alətidir. OpenVAS aləti üçün də bu otaqdan işləməyimizi mütləq tapşırıram. OpenVAS aləti bu o track otağı üçün pulsuz istifadə edə bilərsiniz. Introduction hissəsindəki məlumatlara baxsaq, OpenVAS application used to yəni OpenVAS səhifələrini müəyyən etmək üçün, aşkar etmək üçün son nöqtəni veb tətiqini skan etmək üçün istifadə olunur. Bu adətən korporasiyalar tərəfindən istehsal və ya da hətta inkişaf səviyyələrində tətbiq ki, hər hansı bir boşluğunu tez bir zamanda müəyyən etmək üçün istifadə olunur. Yəni əgər pentest testlə məşğulsanızsa, OpenVAS alətlərindən də istifadə etməyiniz mütləqdir. Məsələn, bu otaq üçün sadəcə nəzəriyyə kimidir, praktiki tapşırıqlardan da ibarətdir. Burada şəkildən göstərilib ki, məsələn, OSP skannerlə serverin, sistemin əlaqəli olduğunu göstərir və əsas məlumatları onun datasından götürüb web brauzerə ötürməsi ilə baş verir. OpenVAS məsələn quraşdırması üçün hazır bir link qoyulub. Məsələn, bunu yükləyə bilərik. Ya da ki, biz yükləmək istəmirsinizsə, öz Docker ya da ki, terminalınızda istifadə edə bilərsiniz. Docker da bildiyimiz kimi digər virtual maşınlardan biridir. Yəni özünüz bilirsiniz ki, Golang proqramlaşdırma dilində yazılmış əsas məsələn MySQL kimi proqramları əməliyyat sistemimizə format etməmək üçün istifadə olunan bir virtual maşın növüdür. Ondan sonra məsələn ilkin konfiqurasiyalar var burada. Məsələn, IP adreslərini istifadə etmək üçün. Burada IP adresimə görə məsələn 127.0.0.1 olaraq qeyd edilmişdir. Dəqiqə nəticəyə baxmaq yoxdur. Skanlama funksiyaları vardır. Məsələn, burada hesabı və davamlı monitorinq olduğunu göstərir. Hesabatın təhlil olunur. Məsələn, host summary. Hostunu 192.168 start olaraq bunu verilib. End olaraq da nə vaxt qurtarıldığını göstərir. Yəni 22 dəqiqə ərzində istifadə olunduğunu göstərir. Vəziyyətlərin yuxarı olduğunu göstərir. OpenVAS alətində Chrome-dan, yəni kitab repozitoriyalarına hazır yükləməyimiz mümkündür. Əgər öyrənmək istəyirsinizsə, bu 4 otaqlar deyəndə MMAP-din də 4 dənə modul var. Bu otaqların hamısını mütləq və mütləq işləməyinizi tapşırıram. Məsələn, MMAP-in digər modullarından fərqli olaraq 4-cü modul yekun modul olmalıdır, səhv etmirəmsə. Burada bütün summary hissəsində yekun yazılmalıdır. Məsələn, burada CV var. CV dediyimiz kimi versiya məlumatlarını götürmək üçündür. O əməliyyat sistemi aşkarlayandır. Skript müəyyən MF-də olan skriptlər var ki, ondan istifadə olunması. Məsələn, script args yazaraq biz skriptin bütün arqumentlərini götürə bilərik. Məsələn, buradan MF-i götürüb script İndi bu IP adresi üzrə sürətli script args yazıb ardicada məsələn nəyə təbliğ eləmək istəyirsə, məsələn, ETC password demək istəmirəm. Onun içərisindəkiləri faylların məlumatlarını götürmək üçün istifadə edirəm. Password da brute force hücumlarına əlaqələnir. Məsələn, skripti default olan standart skriptləri işə salmaq üçün qeyd edə bilərik. Ondan sonra o normal formatda saxlayan G, grepl modunda X, XML formatını çıxarmaq üçündür. Yəni bu alətlər əsasən şəbəkə istifadə etmək üçün istifadə olunur. Wireshark üzərindən yenidən qayıtmalı olsam, Wiresharkın da digər otaqları var təbii ki də. Məsələn, Wireshark 101. Bu da premium otaqdır, amma mütləq işləməyiniz məncə çox önəmli tövsiyə format edirəm. Otaq məsələn Wireshark Basic üzərində getdiyini göstərir.
Məsələn, şəbəkə taplarının burada Wireshark-ın işləmə prinsipində, məsələn, şəbəkə ilə bağlı olduğunu göstərən bir şəkillər var. Bu şəkildə istifadə edilməsi ki, məsələn, deyir şəbəkə tapları kranların kabel arasında fiziki olaraq kran etdiyimiz bir fiziki bir implantdır. Bu üsulla paketlərə iyləmə və ələ keçirmək üçün təhdid ovçuluğu və difil qruplar və qırmızı qruplar tərəfindən adətən istifadə olunur. Tələ toxunmağın iki əsas yolu var. Birincisi və tələ toxunma qarşıdan gələn trafikin qarşısını almaq üçün istifadə olunur aparatdan. Yəni hazır aparatlar var ki, biz bunları müəyyən alətlərdən, toolslardan istifadə etməyimiz olmur. Necə süni intellektlər kimi onları ifadə etmək istəyirəm. Bu aşağıda məsələn IP adresi üzərindən də müraciət etməyimizi göstərir. Gəlin məsələn baxaq bir IP adresi yazsaq, burada məsələn emailini buradakı yazaq. 145 254 160 237 yazaq məsələn. Məsələn buradakı hal-hazırda 4-cü paketin gəldiyini göstərir. Hansı bu IP adresinə malikdir, onları göstərir. Ona görə də Wireshark-ın bu 101 otağında işləməyiniz çox əla olar. IP ad source ilə destination-ı da eyni anda soruşmaq üçün and əmrindən istifadə olunur. Or, yəni sadəcə birini istifadə etmək üçün tutuşturmaq üçün istifadə olunur. IP trafikləri vardır bu otaqlarda. Wireshark ümumiyyətlə bunlardan ibarətdir texniki olaraq. Məsələn, bir paketi daha da detallı incələmək üçün, məsələn, buradan üzərinə 2 dəfə klikləyəndən sonra bunun paket haqqında daha detallı məlumatları əldə etməyimiz mümkündür. Məsələn, Frame'in 9-cu paket olduğunu 54 bitdən ibarət olduğunu göstərir. Destination portunu 16 say sistemində, yəni MAC adresi kimi göstərir. Segment ACK prosesini göstərir, nə qədər zamanında baş verdiyini, flex, yəni ACK prosesini göstərir. Destination portunun 80 olduğunu göstərir. Sequence number'ın 480. Başqa bu otaqda, məsələn 26-cı paket üçün transkripsiyası ID-si nədir göstərir. Mən bu otağa qoşulmamışam deyə oradakı faylın neçə mənim faylimdan faylim düşmür. Bu Wireshark-dakı Basic-dəki virtual maşının faylını açmışam sadəcə mən. HTTP trafiki var, məsələn bununla bağlı. Bu alətlər çox gözəl alətlərdir. Networkda istifadə etmək üçün əsas alətlərdən biri istifadə olunur. Bundan sonra məsələn bu alətlər şəbəkəmizdə networkumuzdakı əmələ sistemini aşkarlaması üçün, hansı xidmətləri yerinə yetirməsi üçün, skriptlərdə falan, mmaplərdə istifadə olunur. Wireshark trafik analizi yerinə yetirmək üçündür. Zig özü dediyi üçün, məsələn, burada deyilir ki, Zig açıq mənbəli kommersiya şəbəkə monitorinqidir. Yəni Wireshark-la demək olar ki, Wireshark-ın daha fərqli versiyası kimi istifadə olunur. Sonuncu isə OpenWasp-da dediyimiz kimi zəiflikləri müəyyən etmək üçün veb tətiklərini, yəni ki, pentest aləti kimi düşə bilər. Yəni Open Vulnerability, yəni zəiflik tapan bir skanner alətidir avtomatik olaraq. Bu tapşırıqları mütləq yerinizə yetirməyi istəyirəm. Əgər bu tapşırıqlarla bağlı suallarınız varsa, şərh bölmənizdə mütləq və mütləq qeyd edin ki, mən həmin suallara cavab verməyə çalışacağam. Əgər öz kompüterinizdə Wireshark-ı işlətmək üçün məsələn download formasını yükləyə bilərsiniz. Ya zip olsun falan. Wireshark-ın məsələn orijinal saytı var. Buradan özünüz üçün məsələn Windows 64 üçün hazırda yükləməyə qoya bilərsiniz. Mən məsələn özüm üçün yüklü vəziyyətdə olduğu üçün, amma yenidən yükləməyimə ehtiyac yoxdur. Ona görə mən bunu dayandıracağam. Amma kompüterinizdə olması yaxşıdır, çünki siz bu sahə ilə maraqlanırsınız. Mütləq bu alətlər sizin kompüterinizdə qalmalıdır. Zik üçün də, Mmap üçün ehtiyac yoxdur, amma Mmap'in daha yaxşı versiyasında Mmap'i də öz kompüterinizə yükləyə bilərsiniz. Amma Canux'da işləməmiz məncə daha yaxşıdır. Canux'da zaten olur. Amma Canux'da məsələn Mmap'in daha üst səviyyələrindən biri də Zmap alətidir. Zmap aləti isə Mmap'in daha fərqli versiyanıdır. Məsələn, biz burada avtomatik komandalar göstərir. IP adresini targeti yazsaq, biz burada qeyd eləsək, hazır vəziyyətdə olunur. Məsələn, bu mənə IP vasitəsində məsələn konfirmasiya. Mən burada öz IP adresim 10.02.15 göstərdiyi üçün ZMP buradan daxil olsa, mən ki bu hazır vəziyyətdə olur ki, məsələn skana bassaq hal-hazırda vəziyyətdə öz IP adresimi skan etməyə başladığını görürük. Məsələn bizim üçün lazım olan 135, 445 və bunların açıq vəziyyətdə olduqlarını göstərir. Yəni həm Mmap-da, həm mən Zmap-da istifadə eləməyimiz çox gözəl bir şeydir. TryHack-me-də amma zənn edirəm ki, Zmap-la bağlı otaq olmaya bilər. Bəlkə də vardı, yəni istifadə
olmuş ola bilər. Baxım. Zenmaplə bağlı otaq yoxdur, amma Zenmapi özünüz save start edərək öyrənməniz çox gözəl olar. Ümumi videomuz bununla bağlı idi. Bu 4 alətləri müəyyən əlimdən gəldiyi qədər izah eləməyə çalışıram. Amma siz mütləq bu Trackman bu öyrədici saatı bu saytdan mütləq öyrənmənizi tapşırıram. Əgər videomu bəyəndinizsə like atmağı, kanalıma abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək hələlik.